Günari Umudovanın sürətli təkrar testindən nömrə 2. Deməli, bu testdə də noun, quantifiers, article, adjective, pronoun olacaqdır. İsim, kəmiyyət, article, sifət və əvəzlik. Birinci testə baxaq. Money pul sayılmayandır. Sayılmayan isimlərlə many yox, much işlənər. A lot of-dan sonra isim gəlməz. A few yox, a little işlənər. A lots of deyə bir kəmiyyət yoxdur. Qalır cavabım A variantı. Enough-a diqqət edirik. Enough-dan sonra isim, enough-dan əvvəl sifət zərf gələr. İkinci testə baxırıq. Nöqtələrdən əvvəl so gördüm. So-dan sonra article olmaz. C-dır, E variantı getdi. A qaldı, B qaldı. Preposition rules, rules qaydalar cəmdədir. A variantı olacaq deyə bilmədim. 3-dən nöqtələrdən sonra advice gəlibdir. Advice sayılmayan isimdir. Every'dən sonra deməli sayılan tək isim gəlməlidir. Each-dən sonra sayılan tək isim gəlməlidir. Another-dan sonra sayılan an article var, sayılan tək isim gəlməlidir. Both hər ikisi deməkdir. Cəm isim gəlməlidir. Qalır cavabım E variantı. Some, any, no-dan sonra həm cəm, həm də sayılmayan isim gələr. 4-ə gəldim. Dördüncü testdə mənim hardly'm var. Hardly inkarlıq bildirir. İnkarda üstəgəl some olmaz. B və C variantı. İnkar üstəgəl ikinci bir inkar olmaz. Və baxıram nöqtələrdən sonra snow qar sözü gəlibdir. Anything özündə think şey əşya sözü olduğu isim olduğuna görə artıq onun ismə ehtiyacı yoxdur. Qalır cavabım A variantı. Beşincidə in physics for me, part gördüm nöqtələrdən sonra, in gördüm. Deməli, üstünlük dərəcəsidir. Üstünlük dərəcəsi the most E variantı olacaqdır. Məsələ nədir? Orada əgər dərəcə göstəricisi bilmədimsə, baxıram ki, part sayılan tək isimdir. Adi və müqayisə dərəcəsində qarşısında article gəlməlidir. E-an artiklı. Mostun D-si yoxdur. A variantı getdi. Matchdan sonra area-da more gəlməlidir. Qalır cavabım E variantı. 6-ya baxıram. Yenə də 6-da eyni məsələdir. Mənim həyatımın ən üstünlük dərəcəsi. Müəllim dərəcəni bilmirəm desən, D sayılan tək isimdir. Sayılan tək ismin qarşısı adi və müqayisə dərəcəsində boş gəlməz. E-an article-la gəlməlidir. C variantında very'dən sonra adi dərəcə gəlməli idi. Good-un müqayisəsi more good yox, better-dir. D variantında beta müqayisədir, most-a ehtiyac yoxdur. Qalır cavabın B variantı. Və biz də best-lə bağlı nə demişik? Deyirik ki, best-dən sonra isim gələr, sifət yox. Gördüyünüz kimi isim gəlibdir. 7-də as adi dərəcədir. Heç bir şəkilçi olmayacaqdır, söz olmayacaq. Qaldım A və C-nin arasında. E artiklı verə bilməyim üçün bu hissədə sayılan tək gəlməli idi. Yoxdur, qalır cavabım C variantı. 8-də I hope, ümid edirəm, they will enjoy in the pool. Baxıram, mən mübtədam D-dir. D-in qayıdışı themselves olacaq E variantı. 9-a baxıram. Hamısında meyvə şirəsi sözüdür. Pomegranate juice, iki isim yanaşı gəlibdirsə, ikinci önəmlidir mənim üçün. İkinciyə baxıram. Juice sayılmayandır. A few yox, a little olmalıydı. 2-də few yox, little olmalıydı. 3-ü götürdüm, 4-ü götürdüm. 5-də a lots of deyə bir şey yoxdur. C variantı doğru cavabdır. Daha sonra 10-cu testdə not a pair of synonym, sinonim deyil, yəni antonim axtaracağıq bir sözlə. Prison jail, həbsxana sinonimdir. Couple cüt, pair cüt isimdir, sinonimdir. Coach, carriage, fayton, araba sinonimdir. Proof, evidence, dəlil, sübut sinonimdir. Amma B variantı sinonim deyil. Often, tez-tez deməkdir. Seldom, hərdən deməkdir. Antonimdilər, yəni əks mənalıdırlar. B variantı. Gördüm nöqtələr. Nöqtələrdən əvvəldə mən canlı isim gəlib, nöqtələrdən sonra xəbər gəlibdir. Canlı isim xəbər varsa who verəcəm. Who yazdığım yerə zət də verə bilərəm. Canlı ismə mən where deyə bilmərəm. İsim üstəgəl what ola bilməz. Canlıya which deyə bilmərəm. Whose da istər canlı, istər cansız gəlsin əvvəlində. Mütləq özündən sonra isim gəlməlidir. Özündən sonra isim gəlməlidir. 12-yə baxıram, maraqlı testi. No-dan sonra article gəlməz. B gedir, E gedir. İkinci tərəfdə
%100 bilirəm ki, first görən kimi hamı Z götürəcəkdir. Their verib yəlik haldan yəli əvəzliyindən sonra istər sifətin üstünlük dərəcəsi, istər sıra sayı gəlsin, artikel işlənməyəcəkdir. A variantı da getdi, qaldı cavabım D variantı. Keçdim 13-ə. Yəlik soruşur məndən. Bir səhv olacaqdır. Children cəmi kökdən dəyişənlər apostrof S olmalıdır. Qoşa S-lər tək olduğu üçün apostrof S 2-ni götürdüm. Turistlər cəmlənibdir. S apostrof 3-ü götürdüm. 4-də cəmi kökdən dəyişəndə apostrof S olmalıydı. 2-3 E variantı. 14-də nöqtələrdən sonra zən görürəm. Mor lazımdır mənə. A, C, E variantı getdi. L də üstə gəl. L də üstə gəl, zən, olmaz, D variantı getdi, qaldı cavabım B variantı. 15-ə baxıram. No'dan sonra, no inkarlıq bildirir, inkar üstə gəl, sam olmaz, words cəmdədir, everydən sonra sayılan tək gələr, no'dan sonra another gəlməz, zaten words də cəmdədir, another-la işlənməz. A variantı da səhvdir, eni gəlməz. No'dan sonra qalır cavabım E variantı. Bunun qısa yolunu sizə deyim. Sam, eni, no, what, bir də many. Bunlardan sonra other gələcəkdir. Sam, eni, no, what, üstə gəl, other olacaqdır. 16-ya baxıram. 16-da bin gəlib də apostrofdan sonra yəlik deyil. B variantında those cəmdir, boy təkdə qalıbdır, uzlaşmayıb, səhvdir. Boys S apostrof olmalıydı. C variantında apostrof S-dən present gəlibdir. Baxın, cümlənin yerdə qalan hissəsində xəbər yoxdur. Demək, yəlik yoxdur. Apostrof S-dən sonra going to ifadəsi gəlibdir, səhvdir. Baxıram, apostrof S-dən sonra father, ata təkdədir, bir nəfərdir. Bəli, ortaq yəlik and-lə bağlayıram, sonuncuya apostrof S yazıram. Sonuncuya apostrof S yazıram. Bu da olacaqdır E variantı.